Bir daha salam, əziz izləyicilər, hörmətli sakinlər, qəsəbəmizin sakinləri, axşamınız xeyir olsun. Gecənin bu vaxtı istədim ki, qısa bir video müraciət çəkim. Bildiyiniz kimi, Ələt qəsəbəsindəki Şəhid Zahir Qurbanov adına Mədəniyyət evinin yenidən qurma işləri ilə, əsaslı təmiri ilə bağlı səylər göstəririk, cəhdlər edirik. İnşallah ümid edirik ki, bu cəhdlərimiz boşa getməz, çəkdiyimiz əziyyətlər hədərə getməz və bu mövzunu gündəmə gətirən, işıqlandıran dəvətimi qəbul edib Ələt qəsəbəsinə təşrif buyuraraq bizə yaxından dəstək olan bir neçə televiziya var ki, məsələn onlara təşəkkürümü bildirim. Real televiziyasıdır, Xəzər televiziyası, Azərbaycan televiziyası, yəni ASTV və bir neçə gün öncə qəsəbəmizdə olan İctimai televiziya. Bunların rəhbərliyinə, bu işdə yaxından əməyə keçən hər kəsə təşəkkürümü bildirirəm. Öz adımdan, qəsəbə sakinləri adından dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Və inşallah ümid edirik ki, səlahiyyətli şəxslər, aidiyyatı qurumu olan Azərbaycan Dəmir Yolları bizi eşidəcək, yaşlı şəhid anasını eşidəcək və 2 hektardan çox ərazisi olan parkda onunla üz-üzə olan Şəhid Zahir Qurbanov adına olan Mədəniyyət evində yenidən qurulma işləri, əsaslı təmir işlərinin həyata keçirəcəyini ümid edirəm. Və qəsəbə sakinlərindən xahiş edirəm, biraz aktiv olaq. Yəni, əziyyət biz çəkirik, biz bu işlərə təşkilatçılıq edirik. Sizə nə qalır? Yayımları paylaşın, bəyənin, dəstək olun ki, daha çox auditoriya bizi izləsin. İnşallah bu arada onu da qeyd edeyim ki, həftənin 1-ci günü İctimai televiziyanın kadrları efirə gedəcək. Bir olaq dostlar, paylaşma, dəstək olaq, bəyənək, paylaşaq ki, daha çox auditoriya bizi görsün, izləyə bilsin.